25 yaşıma çatana qədər həyatdan və evlilikdən qazandığım təcrübələrimi paylaşıram. Mən 23 yaşımda danışmağı öyrəndim. 23 yaşımda istəmədiklərimə yox deməyi və qərarlarımdan əmin olmağı öyrəndim. Eyni zamanda isə səhv etməkdən qorxmamağı öyrəndim. İllərlə hər adi səhvə görə qınanıldığım üçün hər səhvi edərkən də özümün pis insan olduğunu düşünərdim. Əgər ki səhv edərsəm, nə ailəmin, nə yaxınlarımın, nə də dostlarımın məni sevməyəcəyini düşünərdim. Amma zaman mənə özün kimi olmağı öyrətdi və qarşılığında da məni səhvlərimlə, doğrularımla bərabər qəbul edəcək bir insan göndərdi. Mən hətta səhv etməkdən o qədər qorxardım ki, düzünü desəm günahkar olduğumu düşünəcəkləri üçün yalan danışaraq özümü hər zaman düzgün göstərməyə çalışardım. Amma zamanla bunu da öyrənmiş oldum ki, səni sevən, istəyən səni səhvlərinlə bərabər sevəcək və yanında olacaq. Səni istəməyən isə hər zaman bir bəhanə və amma tapacaq. Bir digər qazandığım təcrübə isə, əgər ki qarşındakı insanı tanımaq istəyirsənsə, onun etdiyi hər hansı bir təklifə yox denən. O zaman həmin insanı daha yaxşı tanıyacaqsan, çünki iç özü ortaya çıxacaq. Əgər sənin yaxşılığını düşünən, səni sevən bir insandırsa, yox deməyinə hörmətlə yanaşacaq. Amma yox, əgər sadəcə özünü düşünən bir insandırsa, əgər sənin onun təklifini rədd etdiyinə görə səni hətta düşmən belə ola bilər. İnsanları məmnun etmək həqiqətən də mümkün deyil və mən bunu biraz gec öyrənmiş ola bilərəm əslində. Və bu düşüncə ilə də artıq istəmədiyim hər şeyə yox deməyi bacarıram. Düzdür, o qədər də asan olmadı. Çünki daha çox yaxınlarımıza qarşı yox demək bəzən bizə çox çətin gələ bilirdi. Və düşünərdim ki, əgər onlara yox desəm, onların xətrinə dəymiş, qəlbini qırmış olaram deyə. Amma öyrənmiş oldum ki, əgər ki ortadan mənfəət güdülmürsə, sənin verdiyin yox cavabın onların qətiyyən xətrinə dəyməyəcək və qərarına hörmətlə yanaşıb daima sənin yanında olacaqlar. Öldürməyən acı səni daha da gücləndirir cümləsini bəlkə də eşitmisiniz. Mən bu cümlənin reallığını uzun müddət depressiyada qaldığım zaman yaşadım. Depressiya dönəmləri mənim həyatımdan çox zamanı almış oldu. Amma eyni zamanda da daha da çox təcrübə qazanmış oldum. Hal-hazırda keçmişə baxaraq üzərində saatlarla düşündüyüm hadisələrin, məsələlərin nə qədər mənasız olduğunu görürəm. Zamanımızı kimə, nəyə və necə xərclədiyimizi bilmək üçün və səhvlərimizi anlamaq üçün bəzən kənardan öz həyatımıza da baxmaq lazımdır. Öz dəyərinizi bilin və sevgi ilə qalın.